Bu aralar əsasən valideynlər mənə yazırlar. Həm köhnə göndərdiyimiz tələbələrin valideynləri, həm yeniləri ki, bəs övladımız artıq imtahanını verib, qurtarıb, yaxşı nəticə alıb, yəni semestr imtahanlarını və istəyirik ki, Antalya şəhərində həm övladımıza praktiki hədiyyə eləyək, həm də biz də onunla birlikdə gedib istirahət eləyə bilək. Və bunu nəzərə alaraq biz artıq tələbələr üçün də Antalya Akdeniz Universiteti xəstəxanasında praktikanı aktiv elədik. Tələbələr həm istəsə tək, fərdi şəkildə, həm də istəsə ailələri ilə birlikdə gedib həm Türkiyənin ən gözəl turistik şəhərlərindən biri olan Antalyada istirahəti də, həm də mükəmməl dövlət xəstəxanası olan, yəni Türkiyənin 5 ən yaxşı dövlət xəstəxanalarının birində Akdeniz Universiteti xəstəxanasında praktik keçə bilərlər. Yəni o xəstəxana haqqında mən nə danışım, orada Google-da yazsa çıxacaq. Yəni Türkiyədə ən yaxşı orqan nakli mərkəzlərindən biridir hətta. Bunu belə deyim yəni. Ona görə də indi müraciət edə bilərsiniz artıq əziz tələbələr, əziz valideynlər, övladlarına hədiyyə etmək istəyən valideynlər. Türkiyə Antalya şəhəri Akdeniz Universiteti xəstəxanasında həm praktik keçə, həm də istirahət edə bilərsiniz. 2 həftəlik, 1 aylıq, yəni müddəti siz seçirsiniz, başlama tarixini siz seçirsiniz. Siz sadəcə sənədləri gətirin bizə verin, geri qalan bütün işləmləri biz əldə edəcəyik. Ailə ilə getsəz sizə ev təmin olunacaq, ev də xəstəxana dənizə yaxındır. Tək də getsəz yurddan təmin olunacaqsınız və yurdda qalacaqsınız. Hər şey güvənli şəkildə, arxain şəkildə başlayacaq inşallah. Hər zaman xidmətinizdəyik.